Gəlin bir anlıq dayanıb düşünək. Ətrafımızda hər gün istifadə etdiyimiz, amma əslində heç vaxt görmədiyimiz bir dünya var. Bəli, bu Wi-Fi dünyasıdır. Məlumatların, mesajların, bəlkə də sirlərin, hamısının görünməz şəkildə havada uçuşduğu bir aləm. Baxın, elə bu an siz məni dinləyərkən Wi-Fi siqnalları divarlardan süzülüb keçir, cihazlarınızla pıçıldaşır, emaillərinizi gətirir, videoları ekrana çıxarır. Bu, sadəcə texnologiya deyil, sanki ətrafımızda bir an belə dayanmayan səssiz bir ünsiyyət şəbəkəsidir. Amma bu möcüzəvi texnologiyanın arxasında çox vacib bir sual gizlənir. Bu, görünməz danışıqlar nə dərəcədə təhlükəsizdir? Yəni, əgər bütün bu məlumatlar sərbəst şəkildə havadadırsa, kimsənin onları tutub dinləmədiyindən necə bu qədər əmin ola bilərik? Yaxşı, bugün məhz bu mövzuya baş vuracağıq. Wi-Fi-ın təməl prinsiplərini anlayacağıq, onun necə sındırıla biləcəyini görəcəyik və ən vacibi, özümüzü necə qoruyacağımızı öyrənəcəyik. Deməli, hər şey haradan başladı? Hər şey fiziki kabellərdən radio dalğalarına keçidlə başladı. Məlumatları divarlara, məsafələrə bağlamaq əvəzinə biz onları azadlığa buraxdıq, havada səyahət etmələrinə imkan verdik. Əsas fərqi anlamaq üçün belə bir bənzətmə edək. Kabellə şəbəkə iki nəfər arasında xüsusi bir telefon xətti ilə edilən gizli söhbət kimidir. Simsiz şəbəkə isə sanki izdihamlı bir otaqda qışqıraraq nəsə elan etməkdir. Hər kəs eşidə bilər. Biri tamamilə xüsusi, digəri isə təbiəti etibarilə ictimaidir. Yaxşı, bəs məlumatlar havada necə səyahət edir? Gəlin bunu belə təsəvvür edək. Onları havadan göndərilən kiçik rəqəmsal açıqlacalar ya da zərflər kimi düşünün. Bütün ünsiyyət, istər göndərdiyiniz bir e-mail olsun, istərsə də baxdığınız bir film, əslində çərçivə adlanan bu kiçik-kiçik hissələrə bölünür. Hər bir çərçivə sanki böyük bir hekayənin sadəcə bir cümləsidir. Baxın, bu təsvir hər şeyi çox gözəl izah edir. Necə ki bir açıqcanın üzərində kimə və kimdən ünvanları olur, eləcə də hər bir məlumat çərçivəsinin bir başlığı var. Bu başlıqda ünvanlar olur, bir də içində əsl mesajın özü, yəni yük dediyimiz hissə. O mürəkkəb görünən digər hissələr isə sadəcə paketin hara getdiyini və necə idarə olunmalı olduğunu bildirir. Və bu da bizi gətirib birbaşa təhlükəsizliyin məsələsinə çıxarır. Wi-Fi təhlükəsizliyinin bütün tarixi əslində kod yaradanlarla kod qıranlar arasında heç vaxt bitməyən bir yarışa bənzəyir. Hər şey web ilə başladı. Bu, ilk cəhd idi, amma çox ciddi bir qüsuru var idi. Sanki qapını bahalı bir qıfılla kilidləyirsən, amma açarı da götürüb qapının ağzındakı paspasın altına qoyursan. Məsələnin kökü də elə burada idi. Həmin o gizli açar təkrarlanmağa başlayanda bu, təcavüzkarlar üçün çox aydın bir naxış, bir ipucu yaradırdı. Kifayət qədər məlumatı topladıqdan sonra düzgün proqramlarla bu naxışı tapıb, bütün şifrəni, bəzən hətta saniyələr içində qırmaq mümkün olurdu. Sanki sadə bir uşaq tapmacasını həll etmək kimi bir şey idi. Yaxşı, gəlin indi bir anlıq haker kimi düşünək. Amma qorxmayın, bu bir təlimat deyil. Sadəcə təhlükəsizlik mütəxəssislərinin şəbəkələri daha təhlükəsiz etmək üçün zəifliklərin necə aşkarladığına bir nəzər salacağıq. Hə, bu bəlkə də ən çox yayılmış yanlış fikirlərdən biridir. Şəbəkə adını, yəni SSID-ni gizlətmək, bilirsiniz nəyə bənzəyir? Sanki evinizin qapısındakı soyad lövhəsini çıxarırsınız. Düzdür, adınız yazılmır, amma ev olduğu yerdə qalır, elə deyilmi? Hər kəs də onu görür. Gizlətmək onu görünməz etmir. Bəs bu necə baş verir? Çox sadə. Bir cihaz gizli şəbəkəyə qoşulmağa cəhd edəndə o şəbəkənin adını açıq-aşkar şəkildə havaya qışqırır. Passiv dinləmə alətləri də, məsələn Kismet kimi proqramlar, bu qışqırığı çox asanlıqla tutur və gizli adı dərhal ekrana çıxarır. Yəni, bu metod heç bir real təhlükəsizlik təmin etmir. Bu isə həqiqətən də çox güclü bir hücum növüdür. Sadə dildə desək, təcavüzkar şəbəkədəki bütün cihazlara "Ey hamı, bir anlıq ayrılıb özünüzü yenidən təqdim edin" deyə qışqırır. Nəticədə, bütün cihazlar şəbəkədən qısa müddətə ayrılır və sonra dərhal yenidən qoşulmağa çalışır. Bəs onlar yenidən qoşulanda nə olur? Əlbəttə ki, şəbəkənin adı və şifrənin yoxlanılması prosesi kimi çox mühüm məlumatları ifşa edirlər. Yaxşı, bəsdir bu qədər əfsanə danışdıq. İndi gəlin real həyata qaydaq. Bəs bizi əslində nə qoruyur? Gəlin həqiqətən işə yarayan, real müdafiə üsullarına baxaq. Çoxları elə bilir ki, yalnız müəyyən cihazların MAC ünvanlarına icazə verməklə şəbəkəni qorumaq olar.
Amma burada bir problem var. MAC ünvanları havada şifrələnməmiş şəkildə yayımlanır. Bir təcavüzkar icazə verilən cihazlardan birinin MAC ünvanını asanlıqla oğurlayıb öz cihazına tətbiq edə və şəbəkəyə rahatca daxil ola bilər. Və budur bunun canlı sübutu. Gördüyünüz kimi MAC ünvanını dəyişdirmək sadəcə bir neçə klik məsələsidir. Bu, daşa həkk olunmuş bir avadanlıq nömrəsi deyil, proqram təminatı ilə asanlıqla manipulyasiya edilə bilən bir parametrdir. Məhz buna görə də MAC filtrləməsinə bir təhlükəsizlik tədbiri kimi güvənmək olmaz. Yaxşı, bütün bu hücumları, əfsanələri bir kənara qoyaq. Əslində, sizin Wi-Fi təhlükəsizliyiniz üçün həqiqətən əhəmiyyətli olan cəmi 3 əsas məqam var. Deməli, hər şey bu 3 fundamental addıma bağlıdır. Birincisi, o routeri ilk alanda verilən standart admin parolunu mütləq dəyişin. İkincisi, şifrələməni WPA2 ya da daha yaxşısı WPA3 kimi güclü bir standarta qoyun. Və üçüncüsü, ağla gəlməyəcək qədər güclü, uzun və unikal bir parol seçin. Unutmayın, o SSID gizlətmə, MAC filtrələmək kimi şeylər sizi qorumur. Amma bu 3 sadə addım, baxın, sizi hücumların demək olar ki, 99%-dən qoruyacaq. Nəticə olaraq, Wi-Fi şəbəkəniz sizin rəqəmsal evinizə açılan giriş qapısıdır. Bugün öyrəndiklərimizi nəzərə alaraq, özünüzdən bir daha soruşun. Mənim qapım həqiqətən möhkəm kilidlənib, yoxsa sadəcə aralı qalıb?